Salam əziz şagirdlər, bugün biz ikinci dərəcəli üzvləri öyrənəcəyik. İkinci dərəcəli üzvlər hansılardır? Tamamlıq, təyin, zərflik. Və ikinci dərəcəli üzvlərin funksiyası nədir? İkinci dərəcəli üzvlər baş üzvləri izah edir, baş üzvlər haqqında daha ətraflı məlumat verir. Baş üzvlər hansılar idi? Mübtəda, xəbər. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirirdi. Mübtəda müstəqil cümlə üzvü idi. Kim, nə, hara sualına cavab verirdi. Və mübtəda sadə olurdu, quruluca mürəkkəb olurdu. İndi xəbərə keçək. Xəbər nədir? Xəbər mübtədaya aid olan hərəkət və ya hökmü bildirirdi. Nə etdi, nə oldu, nə edir, nə olur və s. Bu tipli suallara cavab verir. Kimdir, nədir, neçədir? Bunlar xəbərin suallarıdır. Xəbər mübtədadan asılıdır. Digər cümlə üzvləri isə xəbərdən asılıdır. Və ikinci dərəcəli üzvlər tamamlıq, təyin, zərflik. Bunlar baş üzvləri izah edir. Onlar haqqında daha geniş məlumatlar verir. Tamamlıq haqqında danışaq. Tamamlıq nədir? Tamamlıq hərəkət və ya hökmün obyektini bildirir. Tamamlıq nə bildirdi? Obyekt bildirdi. Və tamamlığın altından qırıq-qırıq xəttlər çəkilir. Tamamlığın sualı kimi, nəyi, haranı? Təsirlik halın sualıdır. Bir də qeyri-müəyyən təsirlik hal nə sualı var? Tamamlığın sualıdır. Kimə, nəyə, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə barədə. Bu tipli suallara cavab verir, deməli, tamamlıq. Tamamlığın ifadə vasitələri var. Hansılardır? Tamamlıq adlarla ifadə olunur. Adlar dedikdə nə başa düşürük? İsim, sifət, say, əvəzlik, zərf. Tamamlıq bunlarla ifadə oluna bilir. Feili sifətlə ifadə olunur, məsdərlə ifadə olunur. İsmi birləşmələr mürəkkəb adlarla ifadə olunur. Feili birləşmə ilə ifadə olunur. Frazeoloji birləşmələrlə ifadə olunur. Qoşmalı söz və ya söz birləşmələri ilə ifadə olunur. Və bunların hər birinə aid test izahı verəcəm. Orada daha yaxşı izah edəcəm. Yəni, məsələn, isimlə necə ifadə olunur? Məsələn, kitabı mənə ver. Nəyi? Kitabı. Burada kitabı sözü tamamlıqdır. İsimlə ifadə olunur. İgidləri alqışladılar. Kimi alqışladılar? İgidləri. Tamamlıq sifətlə ifadə olunur. 11-cilər yüksək nəticə əldə edəcək. Burada mübtədadır. Elə deyək ki, tamamlıq olsun. Məsələn, 11-ciləri alqışladılar. Kimi alqışladılar? 11-ciləri. Deməli, tamamlıq sayla ifadə olunur. Hər kəsi, heç kimi təkrarlama. Burada nə et? Təkrarlama. Kimi, heç kimi. Tamamlıq qeyri-müəyyən, deməli, əvəzliklə ifadə olunur. Və yaxud deyirəm ki, yuxarıları təmizləyirlər. Haranı təmizləyirlər? Yuxarıları. Deməli, tamamlıq nə ilə ifadə olundu? Zərfliklə ifadə olundu. Feili sifətlə, məsdərlə, ismi birləşmələr, mürəkkəb adlarla və s. ifadə oluna bilər. Bunu test izahında geniş izah edəcəm. İndi keçək təyinə. Təyin, demək təyin nədir? Təyin cümlədə isimlə və ya ismi xüsusiyyətini daşıyan sözlərlə ifadə olunan hər hansı bir üzvü izah edir. Deməli, təyin nə oldu? İsmi, isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir, üzvü izah edir. Və bu təyin adlanır. Təyinin sualı necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Təyinin altından deməli dalğalı xətt çəkilir və təyin mübtədanı təyin edir, izah edir, xəbəri izah edə bilir, tamamlığı, zərfliyi, hətta təyin özünü də izah edir. Təyin bütün deməli cümlə üzvlərindən izah etdikdə asılı tərəf olur, özünü izah etdikdə isə əsas tərəf olur. Yəni, qısa olaraq necə göstəririk? Demək, cümlədə söz sırası mübtəda gəlir, sonra tamamlıq gəlir, biraz aralıdan yazım, tamamlıq gəlir, zərflik gəlir, daha sonra xəbər gəlir. Deməli,
mübtədanı izah edə bilər, tamamlıq, təyin, bağışlayın, mübtədanı izah edə bilər, tamamlığı izah edə bilər, təyin, daha sonra zərfliyi izah edə bilər və xəbəri izah edə bilər. Hətta təyin özünü də izah edə bilər. Yəni dalğalı xətt təyin dalğalı xəttlə göstərilir və təyin nələrlə ifadə oluna bilər? Bu haqda da danışaq. Deməli, təyin isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə, feili sifətlə, məsdərlə yox. Təyin məsdərlə ifadə olunmur. İstisna hallar var. Onu test izahında geniş izah edəcəm, test izahlarında. Daha sonra ismi birləşmələr mürəkkəb adlarla, feili birləşmələrlə ifadə olunur. Frazeoloji birləşmə, qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur. Və əgər məsdər tərkibi, feili bağlama tərkibi ilə deməli, tamamlı təyin ifadə olunmur. Təyin nə ilə ifadə olunmur? Məsdərlə, məsdər tərkibi ilə. Feili bağlama tərkibləri ilə təyin ifadə olunur. Daha sonra, məsələn, məsdər tərkibi varsa, istisna hallar var ki, burada biz məsdər tərkibi təyin kimi götürə bilərik. Məsələn, deyirəm ki, oxumaq kimi vərdişi var. Bir dənə yazım, oxumaq kimi vərdişi var. Var suala cavab vermir, predikativ xəbərdir. Nə var? Vərdişi var. Necə vərdişi var? Oxumaq kimi. Deməli, bu məsdərlə ifadə olunmuş təyindir. Və yaxud insanlara kömək etmək kimi peşəsi var. Yazım, insanlara kömək etmək kimi peşəsi var. Kimi peşəsi var. Var predikativ xəbərdir, yəni heç bir suala cavab vermir. Nə var? Peşəsi var, mübtədadır. Necə peşəsi var? İnsanlara kömək etmək kimi. Deməli, bu da məsdər tərkibi ilə ifadə olunmuş təyindir. Zərflik haqda danışaq. Zərflik nədir? Zərflik demək, hərəkəti hökmü müxtəlif cəhətdən izah edəcək. Zərfliyin müxtəlif növləri var. Zərflik haqda ayrıca video çəkəcəm və tərzi hərəkət zərfidir, zaman zərfidir, yer zərfidir, məqsəd zərfidir, səbəb zərfidir. Yəni zərfliyidir daha doğrusu. Və onun sualları hansıdır? Nə tərzdə, nə zaman, nə qədər, harada, haradan, nə məqsədlə, nə səbəbə. Bax, bu suallar da zərfliyin suallarıdır. Zərflik haqda geniş məlumat verəcəm və test izahı üzərində daha ətraflı izah edəcəm. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun.